Hoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, Türkiyədə Furqan Vakfının rəhbəri deməli Kuyutul Hoca tutulub. Kuyutul Hoca tutulandan sonra əlbəttə kifayət qədər ədalətli insanlar buna etiraz edirlər, fikirlərini bildirirlər. Mən də öz fikrimi bildirmişəm və bildirirəm ki, bu birbaşa Erdoğanı tənqid etdiyinə görə həbs edilmiş bir hocadır. Bununla o əl-əhsarı qutarıb və Türkiyədə də inşaatı bitirmiş bir insandır. Siyasətdən başa çıxmayan bir insandır. Siyasi fikirləri ilə razılaşmadığım kifayət qədər məqamları var, amma sırf bu məsələdə mən deyərəm ki, həqiqətən o ədalətlidir, haqlıdır, həmişə haqqı deməyə çalışıb. Biz bu günləri Həzrət Hüseyn əleyhissalamı və yaxud da Həzrət Əli əleyhissalamı elə fikirləşirik ki, qanadlıları olan bir mələkdir. Mələk deyirlər, bax bu günləri əslində qalsa Kuyutul Hocanın etdiyi iş elə Həzrət Hüseyn əleyhissalamın etdiyi işlə bərabərdir. Yəni, ədalət haqqı deməkdir, hakimiyyətin üzünə də və yaxud da ki, ədalətsiz olana da haqqı deməkdir. Əlbəttə, bu mənada biz onu dəstəkləyirik, amma bir məsələyə bir məqama mən istəyirəm, fikir bildirəm. Bu günləri bundan istifadə edən mən İrançı Xamneyi tərəfdarlarını da gördüm, ay müqavimət belə gəldi, hətta onu Hacı Talihlə də bərabərləşdirdilər. Əlbəttə, Hacı Talihin də həqiqi sözləri vardı, bundan işim yoxdur. Və bugün Rusiyaya qaçıb İranın şpiyonluğunu eləyən mollalar da gördüm ki, Kuyutul Hocanın tərəfini saxlayırlar və Erdoğan hakimiyyətini tənqid edirlər. Əvvəla sizin zərrə qədər buna haqqınız yoxdur. Ona görə zərrə qədər buna haqqınız yoxdur ki, siz deməli Kuyutul Hocanı müdafiə edib Erdoğan hakimiyyətini tənqid edirsiniz, onu zalim adlandırırsınız. Amma İrana keçdikdə bu zalimliğin daha beşbətərini eləyən İran hakimiyyətini isə dəstəkləyirsiniz. Türkiyəyə gəldikdə məzlumiyyətdən danışırsınız, Erdoğan məzlumları məhv edir, Kuyutul Hoca məzlumdur, amma İrana keçdikdə orada öldürülən 3500 məzlum insan isə haqqını gizlədirsiniz və orada hakimiyyəti müdafiə edirsiniz. Ona görə də haqq, ədalət sizin fikirləşdiyiniz kimi deyil. Haqq, ədalət İran üçün də ədaləti deməkdir, Türkiyə üçün də ədaləti deməkdir, haqsızı hər yerdə tənqid etməkdir. Yoxsa bu mənim terrorçumdur, bunu tərifləyim, o sənin terrorçundur, səni orada söyüm, bu doğru deyil. Siz ona görə də ədalətdən danışmayın. Əgər ədalətdən danışırsınızsa, onu yaddan çıxartmayın ki, bu qədər İran İslam dövlətinin elə rəhbərləri də, ölənləri də Azərbaycanın və bütün dünyanın deyərdim ki, şiə üləmalarının ən böyüyü olan şəriət mədarını, Ayətullah şəriət mədarını öldürmüş bir dövlətdir. Siz hansı məzlumiyyətdən danışırsınız? Sizin məzlumiyyətdən danışmağa haqqınız yoxdur. Siz İranda zalimi dəstəkləyən bir insansınız. Haqq, ədalət hər yerdəki var. Səninki, mənimki olmamalıdır. Bəli, haqqı sən hər yerdən müdafiə etməlisən. Amma İrana gəldikdə isə siz bunu eləyə bilmirsiniz. İran iki ən böyük müctəhidi, məsələn bu hakimiyyət iki ən böyük müctəhidi öldürmüş bir dövlətdir. Biri şəriət mədarıdır, biri də müntəziridir. Bu mənada istəyirdim ki, bildirəm, bugün İranın o agentləri olanlar işə düşüblər. Ay müqavimət hərəkatı, Kuyutul Ağa müqavimət hərəkatının bir hissəsidir. Hacı Talih də eyni sülalənin yolçularıdırlar. Xeyr, mənim əzizlərim. Elə Hacı Talih özü də çox yaxşı, ədalətli bir insan olsa da, ədalətli çıxışları olsa da, amma çox təəssüflər olsun ki, Azərbaycanda zalımı görə bildi, amma İranda zalımı görə bilmədi. İran Azərbaycanda zalim deyib tənqid etdiyi hökuməti gördü, amma İranda ondan daha beşbətər zalımı gördükdə isə yox, o qardaşdır, o doğrudur, o ağadır, ağa dedi sürdərəyə, biz dərəyə sürəcək. Bax, bu ədalət deyil. Ona görə də siz ədalət məsələsində sinifdə qalmışsınız. Ona görə də marginallaşıb məhv olursunuz. Təşəkkür edirəm.